Ben de Cəvət Çəkmən müəssisəsinin bütün rəhbərlərini və gələn qonaqlarımızı salamlayıram və qarşıdan gələn Dünya Azərbaycanlıların Birliyinin həmrəylik münasibətilə yenə hamımızı təbrik edirəm. Qısa bir müddətdə azadlıqda bir yerdə olmamızı istəyirəm, arzulayıram. Allah təala hamımızın qapısını açsın. Mən bu vətənpərvərlikdən başlayıram. Siz inanın ki, bu vətənpərvərlik elə bir zirvədir ki, hər insan o zirvəyə qalxa bilir. Mən inanıram ki, bu yaxınlarda inşallah bizim bütün vətənpərvər üzvlərimiz o zirvəyə qalxacaq. Biz elə bir dərnək yaratmışıq ki, elə bir vətənpərvərlər təşkilatı yaratmışıq ki, bizim istəyimiz budur. Qoy bütün məhkum qardaşlarımız başa düşsün. Bunu mən qəlblə deyirəm. Siz inanın ki, biz bunu, bu təşkilatı, ölməz qəhrəmanlarımızın adı altında yaratmışıq bu vətənpərvərlər təşkilatı. Vətənimiz, torpağımız uğrunda şəhid olan insanların ruhu altında, ruhu ətrafında yaratmışıq. Ancaq bizim təşkilatda inanın ki, əqidəsi, vicdanı, ruhu təmiz insanlar olmalıdır. Ki, öz ailəmizi, öz anamızı, öz atamızı, öz körpələrimizə sevinç apara bilək. İnanın ki, biz buna nail olmuşuq və nail olacağıq. Sizlərin köməkliğiyle. Bizim 370'e kimi vətənpərvərlərimizin üzvü var. Amma bizdə olmayan üzvlər var ki, həqiqətən də qeyrəti, vicdanı, əqidəsi təmiz insanlardır. Əgər müharibə olarsa, o insanlar müharibimizə layiq olanlarımız var. Bizim üzvlərdən əlavə. Şəhidlik zirvəsinə qalxan oğlanlarımız var. Mən onların bütün vətənpərvər, vətənini, millətini, ən birincisi öz ailəsini, anasını, evlatlarını sevən insanların qarşısında baş əyərəm. Allah təala onların qapısını açsın, evlatlarını, vətənpərvər böyütsünlər. Bizim bu xalqa layiqli evlatlar böyütsünlər. Bizim hər birimiz öz devlətimizin ətrafında, millətimizin ətrafında, ailəmizin, əmi oğlanlarımızın, yaşadığımız hər halda yaşayırıq, orada insanların ətrafında bir olaq. Bütün dünyaya sübut edək ki, nətər ki bizim Ramil Səfərov getdi dünyada, qərib bir yerdə bütün dünya özünü tanıtdı. Nətər ki Mübariz İbrahimov, bizim milli qəhrəman, nətər ki getdi Səngərdə, bütün dünya özünü sübut elədi, göstərdi ki, həqiqətən də Azərbaycanın belə oğlanları var. Bugün də biz sübut elədik ki, biz məhkumluq həyatında yaşasaq da biz öz millətimizi, öz xalqımızı sevirik. Siz inanın ki, bundan gözəl bir şey yoxdur, bundan uca bir zirvə yoxdur. Ona görə ki, bu addan bizim hər bir ailəmizin, analarımızın, bacılarımızın qəlbi sevilir. Biz burada hər birimiz öz analarımıza hörmətlə yanaşmalıyıq. Onların üstünə getməliyik. Yenə üzr istəyirəm, bizim evlatlarımızın anaları var, onlar da bizim analarımızdır. Gənc analarımıza yadığımız gəlsin. Biz müharibədə çox şeylər görmüşük. İnanın ki, körpələrimizin başlarını soğurlar. Analarımızı, bacılarımızı nə günə salıblar. Amma çox heyf ki, biz yaşayırıq bugün. Amma müharibə olsa, bugündən sonra, yəni müharibə də olsa, biz öz canımızı, başımızı bağışlayası olanlardır. Biz bugün yox, biz o vaxtı bağışlamışıq. Ona görə ki, döyüşən oğlanlar onu bilər, qolunun qıçasını itirmiş oğlanlar. Şəhidlərimizin qanı tökülən torpağa, qanları tökülən oğlanlar bilər onu. Biz şəhidlik kəfənini hələ əlimizdən soymamışıq, inanın. Həmən oğlanlara sizi inandırım ki, bizim məhkum qardaşlarımızın içində elə insanlar var. O zirvəyə qalxası insanlar var. Biz vətənpərvərlər də həmən insanları axtarırıq, tapırıq. Bizim üzvü olmayanlar var ki, biz rəisə otur burada xahişini elərik ki, bizim üzvüdür, amma qeyrətli oğlandır, layiqli oğlandır.
Hər bir vətənpərvərin, hər bir vətənpərvər insanın, millətini, xalqını sevən insan o addım atmalıdır. Ki, öz millətinin, xalqını, ailəsini, öncə öz ailəsinə hörmət qoyan insanları biz tapmalıyıq. O insanlar vaxtından tez azadlığa getməlidir. Analarının, bacılarının qəlbini sevindirməlidir. Bu yaxınlarda Adil müəllim də, hörmətli rəisimiz də məndən soruşdu ki, sən fikrin yoxdur getməyə. Əlbəttə var, mənim də ailəm var, mənim də evlatlarım var. Üzr istəyirəm. Mənim döyüş yoldaşlarım Bakıdan tutmuş, Qazaxdan bütün hər bir yerə kimi mənim uşağımın xeyir işində oldu, amma mən olmadım. Özdə birini yox, 2 dənəsini. Allah Teala bütün evlatlarımıza xeyir iş eləsin. Amma bugün mən yenə tələsinirəm. Niyə tələsinirəm? Ona görə ki, biz yaratdığımız təşkilatın il dönümünü burada keçirmək istəyirəm. Sizlərlə bir yerdə. Yerdə qalan qardaşlarımızı azadlığa qismət eləsin, bu qısa bir müddətdə. Amma mən gözləyəcəm ki, biz elə bir təşkilat yaratmışıq ki, o təşkilatı il dönümünü biz keçirməliyik. Mən yenə bütün vətənpərvərlərimizi, cəza çəkmə müəssisəsinin gələn qonaqlarımızı, cəza çəkdiyimiz müəssisənin bütün əməkdaşlarını hamımızı təbrik edirəm. Hər birimizi. Allah Teala bizlərə uğur, bizə qələbə, vətənimizi, torpağımızı ətrafında birləşək, devlətimizə layiq insanlar olsun. Sağ olun. Bir dəqiqə, bunlar qulaqsın. Bugünlər biz belə bir qərar gəlmişik ki, yəni Vətənpərvərlər Dərnəyinin üzvlərinin arzusuz iradəsidir. Yəni, biz çatdırıraq. Yəni, bizim iclasımızın yekun protokolu olaraq, belə bir təşəbbüs edilmiş olunsun ki, yəni 5 saat cəzəçəkmə məsələsində yaradılmış bu Vətənpərvərlər Dərnəyi müraciət olunsun Petrifə Xidmət Baş Dairəsinə, rəhbərliyimizə ki, yəni digər müəssisələrdə də beləcə vətəni sevən, vətəndən ötürü canı verməyə çalışan, vətəndən ötürü qana tökmüş olanlar ki var, həmin olanlar da həmin dərnəklərdə birləşməlidir. Yəni, mən bəyan dediyim kimi, bu bütün ümum Azərbaycan bir amalı olmalıdır, məqsədi olmalıdır. Bu bir ideya tərafında birləşməliyik. Vətən birinci növbədə. Yəni, bununla bağlı, yəni, iclasın ümum protokolu olaraq beləcə bir hazırlayıblar, dərnəyin üzvləri. Gəl.